O ki qaldı Neftçiyə, sözün açığı, Neftçidə deyə bilmərik ki, hər şey, belə deyək də, yeni baş məşqçi gəldi və hər şey artıq öz qaydasındadır. Yəni, komanda qanad açıb uçur falan filan, bunu deyə bilmərik. Amma ən azından onu deyə bilərik ki, məsəl üçün, artıq komandada, belə deyək, daha disiplina, futbol oyun disiplinası daha bariz görsənir. Yəni, futbolçuların istəkləri, arzuları, belə deyək, qələbə əzmləri digər maçlara baxanda daha çox görsənir və bunun nəticəsidir ki, belə deyək də, komanda 2-0 öndə idi Sumqayıtla oyunda, düzdür, axıra yaxın hesabı saxlaya bilmədilər və geridən gəlib Karvanla oyunda qələbə qazandı və nə olur olsun, bu irəliyə doğru bir addımdır. Bəli. Və onu da qeyd edeyim ki, Xanoğlan, həmən axşamın xeyir, Xamis, həmən belə deyək də, vəziyyət Neftçidə də var. Hətta Neftçidə səhv edilməmişsə legioner sayı 14-dən çoxdur. 15 əznəbi olmalı səhv etmirəmsə. 15 əznəbisi var. Artıq bundan sonraki əznəbiyə 200 min rüsum ödənməlidir. Yəni və bilirik ki... İstanbul'un yağışdan nə qorxusu, Neftçidə qorxusu yoxdur. Yox, yəni bilirik ki... Rahatlıqla gətirə bilər. Sən səhv edilməmişsə qeyd elədin ki, Verindub 4-5 futbolçu istəyir, yəni legioner futbolçu. İlk dönəmi oydu. Əslində onunla da bağlı qısaca bilgi verim. Elə oyundan sonra da müəyyən Neftçi rəsmiləri ilə təbii ki, səmimi formatda söhbətimiz oldu. Bildirdilər ki, Yuri Verindub komanda ilə tanış olandan sonra yerində, Ahmet, fikirləri müsbətdir futbolçularla bağlı. Heç də geniş çapda dəyişiklik gözlənilmir. Təbii ki, transferlər ola bilər, amma tamamilə bu komanda dəyişilib, yeni bir komandanın gətirilməsi gözlənilmir. Müəyyən transferlər ola bilər, 2-3, o da yaxşı futbolçuların tapılıb-tapılmamasından asılıdır. Amma Yuri Verindub bu əslində Neftçi azarkeşləri üçün də, Neftçi camiyyəsi üçün də müsbət addım kimi qiymətləndirilə bilər ki, adətən yeni gələn baş məşqçilər dəyişikliyə meyilli olur. Daha çox dəyişməyi düşünür, mövsümü bada verib, növbəti mövsümə hazırlaşmağı düşünür, amma Ukraynalı mütəxəssis müəyyən ümid işarətləri verib bu komanda ilə də bu çempionatda mövsümün ikinci yarısında müsbət nələrsə əldə etməyin mesajlarını verib. Amma təbii ki, bunu meydanda göstərmək qalır.